Heç demə, qarğa onu incidən insanın üzünü uzun illər yadında saxlayır. Hətta sizin barənizdə digər qarğalarla belə demək olarsa qeybət də edirlər. Bəli, əgər elə bir heyvan var ki, onu əsəbləşdirmək məsləhət deyil, o da qarğadır. Çoxsaylı elmi araşdırmalar göstərir ki, heyvanlar aləminin ən ağıllı canlılardan sayılan bu quşlar olduqca güclü vizual yaddaşa malikdirlər. Onlar yalnız özlərinə təhlükə yaratmış insanların üzlərini dəqiq tanımaqla kifayətlənmir. Həm də bu məlumatı sürüdəki digər qarğalara ötürərək təhlükə barədə xəbərdarlıq edirlər. Araşdırmalar həmçinin təsdiqləyir ki, belə reaksiya çox uzun müddət davam edə bilər. Müəyyən bir üzlə bağlı mənfi təcrübə digər fərdlər tərəfindən də mənimsənilir, qrup daxilində yayılır və hətta sonrakı nəsillərdə belə ehtiyatlı davranışı qoruyub saxlayır. Təcrübələrdə qarğaların təhlükəli üzləri illərlə xatırladığı və bu məlumatı balalarına ötürdüyü müşahidə olunub. Bəzi hallarda bu yaddaş 17 ilə qədər davam edir. Yəni bir qarğa sizdən inciyibsə, bu uzun müddət onun yadında qala bilər və təkcə onun yox. Bilmək olmaz, bir də gördün gəlib qisasını da aldı. Təbii ki, bu hissə zarafatdır. Özünüzdən müğayət olun.